Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə 51,1%-ə yüksəlib. Reytingdə ikinci yerdə böyük fərqlə avro təxminən 21% qərarlaşıb. Onu Britaniya funtu, Yapon yeni və Çin yuanı izləyir. Dolların möhkəmlənməsi onun təhlükəsiz liman valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər. Dedollarizasiyanın sonu gəlir. Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur. Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır. Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir, xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəblə. Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur. Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil. Axar az xəbər verir ki, mövzu ilə bağlı bizim mediaya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib. Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq, avro dollarla rəqabətdə uduzur. İndi Çin öz milli valyutasını, yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir. Gələcəkdə isə çox şey ola bilər. Məsələn, elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu. Oxu, Az Xəzər FTV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan maliyyə icarəsi haqqında qanun layihəsində bu sahədəki problemlərin həlli ilə bağlı yeni məqamlar var. Vüqar Bayramov vurğulayıb ki, yeni qanun layihəsində eyni zamanda bazarın dövriyyəsinin genişləndirilməsi də öz əksini tapıb. Vətəndaşların daha ucuz kredit resurslarına əl çatanlığı artacaq, lizinqlə avtomobil alışı asanlaşacaq.